Deyirlər ki, enerjisi olmayan Snickers yesin. Bu Snickers'i yiyen 1 saniyenin içinde 100% zaryadka yığmış olur. Bize lazım olan ingredientler: yağ, kərə yağı, şeker, qatlaşmış süt, yəni zğuşan moloko və arakis. Arakis kim necə istəsə, mən qabığından almışdım və qovurdum. Qabığını təmizlədim. Biraz qabıqları qalıb, o da problem deyil. Qovurmaq lazımdır, yəni qovurmuşam. Başlayaq hazırlamağına. İlk növbədə tavaya qazı yandırmışam. Tava isti olsun. Qatlaşmış sütü əlavə edirəm. 250 qram qatlaşmış sütdür. 70 qram şəkəri əlavə edirəm. Burada 2, baxın belə. 2 belə dolu xörək qaşığı şəkər tökmüşəm, amma hələ pişirmirəm bunu. Saxlayıram. Süt, qatlaşmış süt pişəndə, yəni rəngi dəyişiləcək, karamel olacaq. Karamelini belə bu rəngdə olacaq, korичневый rəngində olacaq. Onda bu karameli də əridəcəm. Yəni şəkərdən karamel hazırlayacağam. Tökəcəm bunun üzərinə. Ömüşüm mənim ömüşüm. Ye. Şeker de eridi, yağ da eridi. Bakın pık eləyir, qaynayır. İndi qatlaşmalıdır. Bunu pişirəndə, hazırlayanda, yəni qoyub getməyin. Yanında durun. Yəni qaçışdırmaq lazımdır dayanmadan. Yəni tez hazır olur. Bir 15 dəqiqə hazırdır. Rəngi görsənmirsə yaxşı, işığı söndürüm. Baxasınız. Göstərim sizə dəqiq. Baxın. Yəni hələ tam mən istədiyim kimi tünd olmayıb. Bu şəkildədir. Saralır yavaş-yavaş. Şəkəri tökdüm. Altına qazı yandırıram. Amma qatışdırmıram. Belə qoyuram ki, özü asta-asta bu ərisin. Baxın, əriməyə başlayır. Qatışdıracağım. Mən istədiyim rəngdə belə tünd olanda altını söndürəcəm. Baxın, rəngi bu şəkildə olmalıdır. Qəşəng. Tam tünd deyil də, yəni xodunu almışam, çox vam xodda. Çünki qəndi gözləyirəm, karameli. Karameli də biraz tündləşsin. Hazır oldu. Baxın, belə. Tökürəm bunun üzərinə. Çox qəşəng rəngdə oldu. Baxın. Tam onunla bir yerdən karameli də qatışdırdım. O proses hamısı tez-tez baş verməlidir. Şo. İndi bunun üzərinə arakis, qovurduğum arakisi əlavə edirəm. Bir da dediyim kimi, istəsəz təmiz arakis alın. Təmiz arakis kilo ilə satılandan istifadə edin. 200 qram lazımdır. Mən də evdə belə idi, qabıqlı. Özüm qovurdum, qabıqlarını təmizlədim. Belə adi qalıbsa da qabığla, o problem deyil. Onsuz da o qədər elə konfetlər var ki, hazırlayıram qabığı ilə bir yerdə. So, hazır oldu. Mən belə bir keks qabına tökürəm. Yağlı kağızı da belə salmışam. Çıxardanda konfeti rahat olsun. Nə qalınlıqda, necə hündürlükdə istəyirsiniz. Mən tam bu listə yayacağım belə. Çox qalın olmasın. Sadəcə olaraq tam belə qaynar qoymayın indi soyuducuya. Qoyun biraz soysun. Kənarda bir 5 dəqiqə saxlayıram və 5 dəqiqədən sonra aparıram soyuducuya. 15-20 dəqiqə. Tam belə qəşəng bərkiyəcək. Soyuducudan çıxardım və üzərinə şokolad tökəcəm. Soyuducudan çıxartdım. Bir 15 dəqiqə, 20 dəqiqə saxladım. Soyuducuda bərkiyib, yəni istədiyim kimin olub. Onun üzərinə əritdiyim şokoladı tökürəm. Şokolad olanda tez donur. Glazur pişirəndə, tökəndə, qatı olanda da glazur tez donmur. Amma şokoladın özünü əridəndə yağla, o başlayır tez donmağa. Ona görə tez-tez eləmək lazımdır. Bu şəkildə şokoladını da üzərinə tökdüm. Yenə aparım soyuducuya, şokolad donuna qədər. Soyuducudan çıxartdım, hazır oldu. Snickers şokoladım hazır oldu. Arakisli, dadlı şokoladdır. Baxın nə boydanam, belə yekə. Bu tərəflərini şokolad vurmadım. İstəsəz siz, yəni hər tərəfə şokolad eləyə bilərsiniz. Yəni mən belə istədim. Yox, super qəşəng, baxın.
Çox dadlı alınır. Uşaqlar üçün hazırlayıram. İnanın mağazindəkindən heç fərqlənmir. Evdəki daha da dadlıdır. Həm də bilirsiniz ki, içində nə ingrediyentlər var. Yəni hər bir şey əlinizlə hazırlayırsınız evlatlarınız üçün, özünüz üçün. Ona görə məsləhət görərdim ki, bunu yəni hazırlayın. Çox belə bir ingrediyent də lazım deyil. Hamının evində olan. Bir də sadəcə olaraq, yəni Arakis evdə varsa, bunu hazırlayın. Çünki qatlaşmış süddür, şəkərdir, yağdır, hamının evində var. Allah ruzluğunuzu bol və bərəkətli eləsin. Siz də hər şeyi hazırlayasınız. Yəni istədiyiniz şeyləri hazırlayasınız. Bunu da hazırlasanız çox sevəcəksiniz. Çox superdir və çox dadlıdır. İndi bir yerə dadına baxarıq. Baxın, nə superdir. Mən bunun hazırlayanda bəzən heç şokolad əlavə etmirəm. Şokoladsız da çox qəşəng alınır. Yəni şokolad əlavə etməsəz də üzərinə çox qəşəng, çox dadlı alınır. Doğramağı da ki, öz istəyinizə görə doğrayın. Mən uzun-uzun belə bu şəkildə. Snickers, yəni şokolad sevənlər üçün söyləmək istəyirəm də. Mağazində satılır. Kimi ala bilir, kimi ala bilmir sevənlər də, yəni imkanına görə. Çünki bir damcıdır, yeyəndə də doymaq olmur. Amma busa maşallah bərəkətli alınır. Abunə butonuna, şokolada yox, abunə butonuna basmağı unutmayın. Abunə olun ki, yeni videolarımla paylaşanda ilk sizlər görəsiniz. Abunə olub like qoyanlara çoxlu təşəkkür edirəm. Sutkanın hansı saatında yeməyinizdən asılı olmayaraq gün sizin üçün yenidən başlayır. Siz də hazırlayın. Nuş olsun.